Quran-ı Kərim ya bizim əleyhimizə, ya da bizim leyhimizə dəlildir. Quran-ı Kərim ya bizim leyhimizə, ya da əleyhimizə nədir? Hüccətdir, dəlildir. Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisdə buyurur ki: "İnnallaha yerfa'u bihadal kitabi aqwaman və yad'u bihi axarin." Həqiqətən Allah bu kitabla, yəni bu Quranla qövmləri, bəzi qövmləri ucaldır, qaldırır. Bəzilərini isə alçaldır. Kimləri qaldırır? Ona riayət edənləri, əməl edənləri, iman edənləri. Amma kimləri alçaldır? Ona qarşı çıxanları, ona əməl etməyənləri, iman etməyənləri. Və digər hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Vel Qur'anu huccetun laka aw aleyk." Quran sənin ya leyhivə ya da əleyhivə hüccətdir. Hər bir halda Quran hüccətdir. Quran hüccətdir. Dəlildir. Ya xeyrivə, ya zərərivə. Əgər əməl etsən, iman etsən, təsdiqləsən, xeyrivə. Üz döndərsən, əməl etməsən, əleyhivə. İmam Qatadə rahimehullah deyir ki, bax Qatadə rahimehullah gönə söz deyir ki, bu Quranla oturan elə bir insan yoxdur ki, Quranla yoldaşlıq eləyən, Qurana yanaşan, Quranı oxuyan, ya onunla qalxmasın, artmasın, ya da nöqsana uğramasın. İkisindən biri o mütləq olacaq. Ya Quranla ucalacaq, qalxacaq, ya da alçalacaq. Nə zaman qalxır? İman eləyəndə, əməl eləyəndə, təfəkkür eləyəndə, tədəbbür eləyəndə qalxır. Nə vaxt ki, üz döndərir, tədəbbür eləmir, təfəkkür eləmir, iman eləmir, bu zaman alçalır. İkisindən biri. Allah Azze və Celle bizləri Quran-ı Kərimlə ucalanlardan etsin. Amin. Allah Azze və Celle bizlərin imanını artırsın Quranla. Xuşumuzu artırsın Quranla. İxlasımızı artırsın. Tövhidimizi, təvəkkülümüzü artırsın Quranla. Qəlblərimizə şəfa versin Allah Azze və Celle bu Quranla. Bizim leyhimizə dəlil eləsin Quranı, əleyhimizə deyil. Qiyamət günü bizim xeyrimizə hüccət olsun Quran-ı Kərim. Və bizim cənnətə, birgə, hamılıqla cənnətə girməyimizə səbəb olsun Quran-ı Kərim. Allahım amin. Və bununla kifayətlənirik. Allah Azze və Celle bizləri işləyib faydalardan etsin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətûbu ileyk.